Salam vaxtınız xeyir olsun əziz futbol sevərlər. U8 Respublika çempionatında günün son qarşıdurmaları, sezonun hətta son qarşıdurması qarşınızdayıq. Vətən və Neftçi komandalarının qarşıdurmasını izləyirik. Hakimin artıq fitil səslədib, maç başlayıb. Sizi Neftçi komandasının heyətləri ilə tanış edim. 2 Yusuf Məmmədəliyev, 3 Ezel Turan, 5 Firdovsi Quliyev, 6 Kamran Ağazadə, 7 Riyad Heydarov, 8 Suncay Mahmudov, 10 Murad Bədəlli, 11 Arda Qasımov və 20 Murad Hüseynov. Baş məşqçiləri Mir Mehdi Rızayev. Hər iki komandaya da uğurları arzulayırıq. Bol qollu, haqq ədalətli, gözəl bir maç diləyi ilə. Ötürməsə keçmədi. Firdovsi qoydu qaldı top. Firdovsi keçdi bir rəqibini. İkinci rəqibini keçmişdi. Yerdə qaldı burada. Hakim qalx deyir. Murad Hüseynov top. Muradın qapıya zərbəsi. Top xətti üstünə qarşılayırlar. İmkan vermədilər. Hesablasımağına Firdovsidən uzun ötürmə. Muradda qalıb topu indi. Murad yanında komanda yoldaşı var. Murad ötürməsi Tuncay topu istədiyi kimi ram edə bilmədi və top meydanını tərk etdi. Outdan indi Vətən komandası topu oyuna daxil edəcək. Uzun ötürmə gəlir. Firdovsi qarşılayır bu ötürməni. Soldan ötürmə. Qapıya zərbə gəlir və top az fərqlə meydanı tərk edir burada. Firdovsi'dən təmas da var idi. Korner. Vətən komandası korner yerinə yetirəcək. Hakim digər cinahdan yerindən yetirilməlidir deyir. Top oradan meydanı tərk etmişdi. Korner yerinə yetirilir. Firdovsi qalıb topla. Firdovsi topu uzaqlaşdırır. Və top birbaşa meydanı tərk edir indi. Vətən komandası yenidən qaptan zərbə ilə topu oyuna daxil edəcək. Yeni hücum axtarışlarında təzyiq var. Murad Bədəlli zərbəsini indirdi, amma top çərçivədən yan keçir. Murad təzyiqin nəticəsində topu rəqibindən almağı bacarmışdı. Amma zərbəsi azda dəqiqliyi çatmadı topun toy qovuşmasına. Firdovsi Quliyev ötürməsini etdi sağdan, amma top çatmadı. Qapıya doğru zərbə gəlir, top çərçivənin üzərindən meydanı tərk edir. Firdovsi Quliyev qaptan zərbə ilə top oyuna daxil etdi. Soldan ötürmə, amma yenə bu ötürmə dəqiq alınmadı. Muradı düşünmüşdü, amma Muradı o istiqamətə hərəkətlənmədi. Başa düşmədilər bir-birlərini Firdovsi və Murad Hüseynov. Firdovsi yerdə topu müdaxilə etməyi bacarır. Murad sürətlə keçdi mərkəzi. Murad zərbəsini indirdi. Amma zərbə çərçivəyə tuş gəlmədi Murad Hüseynov. Murad Bədəlidən təzyiq var yerdə. Murad sona qədər mübarizə aparır. Rəqibinə təzyiq göstərir. Bu oyunda da yox, meydanı tərk edib, gücdən zərbə olacaq. Vətən komandası gücdən zərbəni yerinə yetirdi. Firdovsi qarşılayır ötürməni. Firdovsi ikinci həmlədə də topun qapıya geçməsinə mane oldu. Murad yaxşı keçdi rəqibini. Murad Hüseynov irəliyir. Murad ötürməsi, amma biraz yavaş alınır. İstədiyi kimi alınmadı. Firdovsi ötürməsi. Murad Firdovsi topladı. Muradı görür. Murad top itisi gəlir, amma Murad səhvini sol ortalayır. Topu alta yollayır. Alt yerinə yetirildi. Muraddan qayıdır top. Zərbə gəlir, blok gəlir Firdovsidən və korner. Korner yerinə yetirildi. Yenə Firdovsiyə təmas var. Yenə korner yerinə yetirəcək Vətən komandası.
Yeni yetirildi, top Murad Bədərdə qalır. Murad topu uzaqlaşdırır. Sanki təcavüz izlədik və yenə top meydanı tərk etdi. Tuncay təzyiq göstərdi, topu aldı rəqibindən. Out yerinə yetirildi dərhal Tuncaydan. Tuncayda qaldı top. Tuncay indirir zərbəsini. Top azca fərqlə. Qapının yanına meydanı tərk edir. Fərqlənməyə yaxın idi Tuncay Mahmudov. Out yerinə yetirildi. Temas var burada və korner. Tuncay Mahmudov var topun gerisində. Gündə də bəni yeni yetirildi. Ən geriyə Firdovsi istiqamətinə ötürmə. Firdovsi bir rəqibini keçdi Firdovsi. Ötürməsi etdi yenidən Tuncay istiqamətlə, amma biraz ötürmə sürətli alınır. Qaptan zərbə olacaq. Vətən komandası qaptan zərbə ilə topu oyuna daxil edəcək. Dəyişikliyi var Neftçi komandasında. Yusuf Məhəmməd Əliyev toplu oynayan Riyad oyunda görürük. Yusuf'da qaldı topu indi. Yusuf İlerlemeye çalışıyor. Yusuf uzaklaştırırlar. Riyad Heydarovun zərbəsinə blok gəlir. Arda Qasımov'u da biz oyunda görürük. 11 nömrə. Sərmə zərbəsini indi Vətən komandası yerinə yetirəcək oyunda. Artıq 7-ci dəqiqəndə geridə qoyuruq. Hələ ki hesab açılmayıb. 0-0'da bərabərlik davam edir. Burada yenə qayda pozuldu bu dəfə. Firdovsi qaydanı pozdu rəqibinə qarşı. Uzun ötürmə qapıya bir başı zərbə oldu. Ağzı fərqlə top qapının dirəyin dibinə meydanı tərk etdi. Vətən komandası qola yaxınlaşdı. Bu zərbə ilə Arda Qasımov topu biraz çox irəli bıraxdı və top itkisine səbəb oldu. Firdovsi da uzaqlaşdırmağı bacarır. Yenə Firdovsi. Yusuf irəliməyə çalışır, onun qarşısı kəsilir. Və yenə qayda pozulub. Arda Qasımov topladı. Arda yerdə qalır və bu dəfə də Ardaya qarşı qayda pozulub. Sərmə zərbəsi yerinə yetirəcək. Firdovsi Quliyev var topun gerisində. Bir başa qapıya zərbə. Top qapı tirindən qaydır. Firdovsi Quliyev gözlənilməyən bir vaxtda topu bir başa qapıya göndərdi Firdovsi. Az qala möhtəşəm bir qol düzləyəcəkdik. Amma qapı tiri buna mane olur. Oy oy oy, necə gözəl zərbə endirmişdi orada Firdovsi. Arda Qasımov geriyə, Firdovsi keçdir bir rəqibini ötürməsini etdi Arda istiqamətinə, amma Arda topu istədiyi kimi ram eləyə bilmədi. Ardadan top meydanı tərk edir, out. Out yerinə yetirildi, uzun ötürmə. Murad Hüseynov qarşılayır. Murad zərbəsini indirir, topu xətti üzərində qaytarırlar. Blok gəlir zərbəyə. Qapıya zərbə gəlir, amma top çərçivədən yan keçir. Neftçi komandası qapıdan zərbə ilə topu oyuna daxil edəcəklər. Murad Hüseynov irəliyir. Sürməsəydi sol cinahda Arda Qasımov var. Arda baxır qapıya, Arda indirir zərbəsini. Az fərqlə top dirəyin dibindən meydanı tərk edir. Arda Qasımov hər şey yaxşı etdi Arda burada. Amma azda dəqiqlik çatmadı. Maçda qol olmasa da çəkişməli bir mübarizə izləyirik. Epizodlar var, amma hələ ki hesab açılmayıb. Yusuf Məhəmməd Əliyev topladı. Yusuf. Sağ cinahdadır Yusuf. Keçdi bir rəqibini Yusuf. O yerdə qalır və Yusufa qarşı qayda pozulub.
İndi təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək Nefsi komandası. Yusuf Özü var topun arkasında. Yusuf. Hakimin fitini gözləyir Yusuf. O səslənir fit. Ötürməsi Riyad. Geriyə Murad Söynov. Bir başqa qapıya zərbə indirdi Murad. Amma zərbə dəqiq alınmadı. İndi qapıdan zərbə ilə Vətən komandası topu oyuna daxil edəcək. Soldan ötürmə. Ayağından virəyə buraxır. Nə baş verdi qapı qarşısında, top qapıdan keçmədi. Top uzaqlaşdırılır indi. Top Muradın nəzarətində meydanı tərk edir. Murad altı yerinə yetirdi Arda Qasımov. Orta dönməyi bacarır amma. Topu oyunda saxlaya bilmədi. Top meydanı tərk etmişdi. Altı yerinə yetiriləcək. Vətən komandası altı yerinə yetirəcək. Murad Söynov mərkədə keçdi və formasından çəkilirdi. Qayda pozuntusudur bu hakim. Qayda pozuntusunu təyin elədi. Hakim fitil səsləndi. Murad sürməsini etdi. Sol cinahda Arda Qasımov. Arda rəqibini keçdi. Bir rəqibin üzərine gedərək Arda ikinci rəqibi keçməyə çalışır. Arda nələr edir? Arda Qasımov. Üstü təzyiq var ona. Top boşda qalır. Tuncay Mahmudov. Tuncay topu tora qavuşturur. Nəzarətsiz qalmışdı. Sağ cinahda Tuncay Mahmudov. Və topu tora qavuşturmaq onun üçün əldə çətin olmadı. Hesab açılır. Neftçi komandası hesabda maçda 1-0'lık üstünlüğüyle irəlidə artıq. Firdovsi türməsini etdi. Qapıya doğru zərbə gəlir. Murad Bədəllidən birbaşa saxlamadan indirmişdi bu zərbəni. Təhlükəli zərbə idi amma çərçivəyə tuş gəlmədi bu zərbə. Altı yerinə yetirildi. Tuncay Mahmudov eləyir. Tuncay ötürməsini yaxşı etdi Muradın zərbəsi. Azca fərqlə. Top qapıdan keçmədi. İkinci qola çox yaxın idi Nefsi komandası. Artıq özü indirir zərbəsini Tuncay Mahmudov. Bu dəfə top qapının yanına meydanı tərk edir. Oyundakı tək qolun müəllifi Tuncay Mahmudov. Murad Hüseynov təzyiq göstərir rəqibinə. Murad Bədəlli burada biraz zərbə üçün tələsdi sanki. Top da istədiyi kimi ayağına oturmadı Muradın. Top meydanı tərk etmişdi. Qapıdan zərbə olacaq. Muraddan təzyiq var amma keçdi orada Muradı. Vətən komandası oyuncusu ötürməsini etdi, keçmədi. Top Muradda qalır. Murad tələsdi yenə. Və yenə top qapının meydanı tərk etmişdi. Muradda təzyiq var. Murad Bədəlli və gol! Murad Bədəlli sonunda bu istəyinin, bu sona qədər mübarizənin bəhrəsini alır Murad Bədəlli və komandasının ikinci qoluna imza atır. Muradın istəyi. Bütün komanda çox istəklidir bugün Nefsi komandasında. Son təmas Vətən komandasındandır deyir hakim. Altı Nefsi komandası yerinə yetirəcək. Firdovsi Quliyev var topun gerisində. Firdovsi'dən ucuz ötürmə Murad Bədəlli istiqamətinə, amma top Murad'a çatmır. Qapıya zərbə gəlir, top dirəkdən qayıdır. Firdovsi topu uzaqlaşdırır. Out.
Firdovsi altı yeni yetirdi. Təkrardan Firdovsi. Ama bu ötürməsi qeyridiyə qalındı, topu altıya yollanır. Altdan topu oyuna daxil edəcək Vətən komandası. Uzun ötürmə gəlir. Tuncay Mahmudov qaldı topu indi. Tuncay bir rəqibini keçdi. Tuncay ikinci rəqibini keçə bilmədi. Və burada qaydanı pozub Tuncay Mahmudov. İndi tənəmə zərbəsindən Vətən komandası topa daxil edəcək. Təhlükəli nöqtə birbaşa qapıya zərbə gəlir. Blok gəlir Murad Bədəlidən. Və korner. Yeni yetirildi. Gücdən zərbə. Sol ucuna ötürmə. Zərbəyə imkan vermədi. Murad Söyünov topladı indi və out. Sol cinahdan meydanın özlərinin aydın hissəsindən out'u yerinə yetirəcək Neftçi komandası. Uzun ötürmə gəlir Murad istiqamətinə, amma biraz sürətli ötürmə olur. Çata bilmədi bu topa Murad. Qapıdan zərbə olacaq. 2-0'lıq üstünlüyü davam edir. Neftçi komandasının Tuncay Mahmudov və Murad Bədəlinin qollarıyla Neftçi komandası hesabda irəlidədir. Və out. Out Murad Söyünov yeni yetirildi dərhal. Yaxşı oturmalı Tuncay istiqamətinə. Tuncay baxır qapıya. Zərbə indirmə imkan vermədilər Tuncaya. Və burada Tuncay qaydanıb. Özü üstürəm Yusuf Məmmədəliyevdir bu. Tuncay artıq oyunu tərk edib. Yusuf idi o. İrəliyən Yusuf Məmmədəliyev topladı. Yusuf irəliyib bilmədi, imkan vermədi. Onun qarşısı kəsilir və out. Altı yönetilir Riyad Heydarov. Riyad. Ayaq saxlayır Riyad, amma top bitirir. Qapıya zərbə gəlir, amma top çərçivədən xeyli aralıq keçir. İndi Neftçi komandası qapıdan zərbə ilə top oyuna daxil edəcək. Firdovsi Quliyev rəqibin üzərinə gedir. Firdovsi keçə bilmədi rəqibini və bu da qapılarında gol görmələrinə səbəb olur Neftçi komandasının. Vətən komandası top fərqini bir topa indirir. 2-1 oldu hesab. Zərbə gəlir, amma bu zərbə çərçivənin üzərindən meydanı tərk edir. Sol uzun ötürmə Arda Qasımov istiqamətinə. Ötürmə sata bilmədi Arda Qasımov. Biraz sürətli idi bu ötürmə. Ardada qalır top. Arda bir rəqibini keçdi. Arda ayaq saxlama çalışdı. Out. Out yeni yetirildi. Riyad Heydarov döndü geriyə. Murad Söyünov birbaşa qapıya zərbə Muraddan. Top meydanı tərk edir. Çərçivədən yan keçir bu zərbə. Qüvvətli zərbə indirmişdi Murad Söyünov. Murad girdi araya. Murad. Bunları bugün çox yaxşı edir Murad. Rəqibindən topu alır və sürətli şəkildə rəqibin meydanın rəqibə aid olan hissəsinə keçməyi bacarır və təhlükəli epizodlar yaradır. Hələ ki fərqlənməyi bacarmayıb, amma fərqlənməyi an məsələsidir məncə Murad Söyünovun. Burada qayda pozub, Yusuf qaydanı pozub rəqibinə qarşı. Cərimə zərbəsi yerinə yetirildi və hesab bərabərləşir 2-2. Mərkəzdən topu oyunu daxil etdi Neftçi komandası. Murad Söyünov eləyir. Sağ cinahda Murad. Tülməsini etdi. Boşda qaldı top. Yusuf özünü çatdırır. Yusuf qalxır ayağa. Yusuf diğer qapıya yönlənir. Yusufun zərbəsi və gol! Yusuf Məmmədəliyev yenidən komandasını hesablayaraq çıxarır.
3-2 Nefsi komandası hesabda yeniden ilerledi. Riyad zərbə indirdi amma qayda pozuntusu var idi burada. Sərmə zərbəsi yeni yetirildi. Riyad'da idarlı qaldı top. Riyad keçə bilmədi rəqibini, amma top əli Nefsi komandasındadır və burada qayda 50 oyun var idi. Qayda pozuntusu. Qapıya birbaşa zərbə bu dəfə. Top çərçivəyə tuş gəlmədi. Vətən komandası bərabərlik qoluna yaxınlaşmışdı, amma dəqiqlik çatmadı, azda dəqiqlik. Və ilk hissə hakimin fiti ilə başa çatır. İlk hissə Nefsi komandasının 3-2 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə əldə edirəm. İkinci hissədən təkrar edən hər birinizi xoş gördük, əziz futbol sevərlər. İlk hissə Nefsi komandasının 3-2 üstünlüyü ilə başa çatmışdı. İkinci hisədə artıq hakimin fiti səslənib yenidən iki komandaya da uğurlar arzulayırıq. İlk hissədə gözəl çəkişməli bir mübarizə izlədik. İkinci hissədə də gözəl, bol qollu, haqq ədalətli gözəl bir ikinci hissə diləyirik. Topa alta yollanır indi Nefsi komandası. Altdan top oyuna daxil edəcək. Firdovsi Quliyov var topun arxasında. Firdovsi baxır, kamera yoldaşlarını axtarır. Ötürməsi, uzun ötürmə keçməli qarşılanır. Bu ötürmə qarşı kəsilir. Murad Hüseynov qalır top. Murad. Top qapıya gedirdi. Az qala top dirəkdən meydana tərk edir. Qəribə bir epizod izlədik. Az qala Nefsi komandası 4-cü qola imza atacaqdı. Vətən komandasına qalır top indi. Sağsına ötürmə. Amma istədiyi kimi topa ram edə bilmədi. Out yerinə yetirəcək. Out yenilənməlidir Haşim Firdovsi. Outda topunu daxil etdi. Sol can Murad Bədəli istiqamətini ötürmə. Ötürmə biraz sürətli alınır və top meydanı tərk edir. Qaptan zərbə ilə Vətən komandası top oyuna daxil edəcək. Altta təzyiq var. Hüseynin zərbəsi. Top qapının üzərindən meydanı tərk edir. Muradın zərbəsi. Murad Hüseynov. Fərqlənməyə yaxın idi Murad. Amma top çərçivənin üzərindən meydanı tərk etdi. Altta təzyiq var irəlidə. Tuncay top Muradda qalır. Murad. Murad Bədəlli. İrəliyə bilmədi. Tuncay Mamdov. Dönür geriyə Firdovsi. Firdovsi'dən sol yaxşı oturma alınır Murad Bədəli istiqamətdən. Muradda tək də xoş oturma. Murad Hüseynov istiqamətinə Muradın zərbəsinə blok gəlir. Out. Out yerinə yetirildi. Murad. Bədəlliyə çatmır top. Çox gözəl ötürmə. Murad Hüseynov topu tora qavuşdurur. Murad Bədəllidən möhtəşəm ötürmə. Murad Hüseynov istiqamətinə və bu ötürməni geri çevirmir Murad Hüseynov və topu tora qavuşdurur. 4-2 olur hesab yenidən. 2 toplu fərqlə üstünlüyü var Nefsi komandasının. Qaptan zərbə olacaq. Topu uzaqlaşdırır Tuncay Mamdov və Vətən komandası indi qaptan zərbə ilə topu oyuna daxil edəcək. Muraddan təzyiq var irəlidə. Firdovsi çatdırır özünə, topu alta yollayır. Yenə də Firdovsi bu ötürmənin qarşısını kəsir. Və korner. Küncdən zərbə ilə topu oyuna daxil edəcək Nefsi komandası.
Murad Bədəlli yaxşı görür Firdovsu görür. Firdovsunun zərbəsinə blok gəlir. Təmas var idi və korner. Firdovsu. Bir ağır ötürməsi. Firdovsu bu ötürmənin qarşısını kəsir. Topu uzaqlaşdırmağı bacarır Firdovsu Quliyev. Müdafiədə komandasını sığortalayır bu dəqiqələrdə. Firdovsu Quliyev. Topu sağca. Tunceli təmas var amma top almaq tam mümkün olmadı. Və out. Out yerinə yetirildi. Uzun ötürmə top Firdovsu'da qalır. Amma Firdovsu'nun nəzarətində top meydana tərk edir. İndi qaptan zərbəyə topunu daxil edəcək Neftçi komandası. Firdovsu'dan uzun ötürmə. Amma bu ötürmə birbaşa meydana tərk edir. Vətən komandası indi yeni hücum qurmaq üçün hücuma atılacaq qapıdan. Top Firdovsu'da meydana tərk etdi və out. Out yerinə yetirildi. Firdovsu topu hissə getmir, kornerə göndərir. Firdovsu bir narahatlığı var. Ciddi bir şey yoxdur Firdovsu'nun. Belə ümid edirik. Yenidən oyunda görmə ümidi ilə biraz istirahat etməyə yollanır. Yusuf Mehmet Əliyev, Yusuf ilerleyir, Yusuf zərbəsini indirir Yusuf. Amma top çərçivədən yan keçir. Təmas var idi deyir hakim və korner. Korner yerinə yetirilməlidir. Arda Qasımov var topun arxasında. Arda sürməsi etdi qapı qarşısına. Top müdafiələrdən qayıdır. Uzaqlaşdırır topu. Murad Hüseynovla qalır top. Ən geridə Murad var. Murad rəqibin üzərinə gedərək keçməyə çalışır. Auta yollanır top. İmkan vermədilər irəliləməsinə Muradın. Amma top hələ də Neftçi komandasındadır. Alt yeni yetirildi. Riyad istiqamətinə ötürmə. Diagonal ötürmə düşünmüşdü. Amma top Riyada çatmadı. Auta yollanır. Bu dəfə Vətən komandası altdan top oyuna daxil etdi. Uzaqlaşdırır topu Murad Hüseynov. Təsdiq var Yusuf'dan və qaydanı pozub burada Yusuf. Mehmet Əliyev. Vətən komandası indi cərimə zərbəsini yerinə yetirəcək. Cərimə zərbəsi yerinə yetirildi. Arda Qasımov. Qarşısını kəsdi ötürməni. Top auta yollanır. Vətən komandası altı yerinə yetirdi. Riyad alır topu. Riyad. Ayaq saxlayır. Topu gəlir Riyaddan. Murad Hüseynov sığorta alır komanda yoldaşını. Murad irəliyir. Murad ötürməsini etdi. Yaxşı ötürmə alınmışdı Yusuf. Topu istədiyi kimi ixram edə bilmədi. Topu ayağından bir irəli buraxdı və indi qaptan zərbə ilə topu oyuna daxil edəcək Vətən komandası. 4-2 üstünlüyü davam edir. Neftçi komandasının. Qapıya zərbə gəlir amma bu zərbə çərçivədən yan keçir. Neftçi komandası qaptan zərbə ilə top oyuna daxil edir. Yeni hücum. Yeni qol axtarışında Neftçi komandası. Murad Hüseynov irəliyir.
Rəqbini keçdi Murad. Mərkəzdə keçir Murad. Murad özü ötürməsini də yaxşı etdi. Arta Qasımov top qapıdan keçmədi. Top qapıdan keçmədi. Arda Qasımov topu qapıdan keçirmək mümkün olmadı. İmkan vermədi müdafiəçilər. Murad Eydarov. Murad Hüseynov silah Murad. Bir keçir rəqiblərini. Ötürməsini edir Riyada. Riyadın zərbəsi. Və bu zərbə də tora qovuşmadı. Yusuf Mehmet Aliyev. Toryandan sirkəldi Yusuf'un zərbəsi. Amin ki. Amin. Sen de biraz daha dur da topla. Topla biraz daha dur da. Sen çocuğun satır hele. Qaptan zərbələ Murad daxil edir top oyuna. Özü irəliyir Murad. Ötürməsindən yaxşı etdi Yusuf istiqamətindən. Yusuf Mehmet Aliyev. Yusuf. Özü irəliyir Yusuf. Amma topu alırlar ondan. Yusuf sağdan ötürməsini etdi. Qapıya zərbə gəlir və hesab 4-3 olur. Fərq yenə bir topdur. Mərkəzdən top oyuna daxil etdi yenidən Neftçi komandası. Oyun yenidən hərəkətlilik qazanıb. Murad. Bu dəfə aldılar topu Muraddan. Murad aldılar zərbəyi indirildi. Top çərçivədən yan keçir. Bərabərlik onunla çox yaxınlaşdı Vətən komandası. Amma ağza dəqiqlik çatmadı. Murad. Yaxşı elədi Murad. Ötürməsi yenə keçmədi ötürmə. Out. Vətən komandasındadır. Və top meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Murad sol cami etdi Murad. Üçüməsini etdi Firdovsi. Təkrardan Muradı düşündü. Murad o istiqaməti hərəkətlənməmişdi. Top itkisi gəldi, out oldu. Murad yaxşı müdaxilə gəlir Murad Hüseynovdan. Ötürmənin bu zərbənin qarşısı kəsilir. Yenə Murad topu uzaqlaşdırır. Murad Bədəliyə topu oyunu saxlayır. Murad ötürməsini etdi, amma bu ötürmənin qarşısı kəsilir. Out. Suncay Mahmudov indi. Sağ cinahdan Alsu yerini yetirəcək. Alsu yerini yetirildi. Murad Hüseynov baxır qapıya indirir zərbəsini. Murad Hüseynov. Topu altılığa göndərir Murad Hüseynov yerdən dəqiq zərbə ilə. Rəqibin qapısına yol tapır Murad Hüseynov. Murad Hüseynovun fərqlənəcəyini proqnoz vermişdi. Əvvəl-axır ki, o topu tora qovuşturacaqdı Murad. Yenidən iki toplu üstünlüyə çatdırır komandasını. Murad Hüseynov bu qolla. Firdovsi Quliyev ötürməsi Murad istiqamətinə, amma dəqiq alınmadı. Out'u Vətən komandası yerinə yetirəcək. Out'u yerinə yetirdi Firdovsi. Bu ötürmənin qarşısını kəsir Firdovsi. Özü indirir zərbəsini. Amma bu zərbə çərçivədən yan keçir. Qapıdan zərbə ilə Vətən komandası topu oyuna daxil edir. Muraddan təsdiq var. Muradı keçmək hələ də asan məsələ deyil. Murad sona qədər mübarizə aparan oyuncudur. Murad Bədəlli, Murad Hüseynov adaşı gəlmişdi köməyə, amma qaydanı pozdu burada Murad Hüseynov. Cərmə zərbəsi yerindən yerinə yetirilməlidir, deyir hakim. Out. Vətən komandası altdan topu oyuna daxil edəcək sol cinahdan. Murad irəliyə bilmədi, amma yenə təzə göstərir topu rəqibini almağı bacarır Murad. Sağ cinah əməliyyətli Murad indirdi zərbəsini. Murad Hüseynov arda qollar Muraddan. Bunları çox yaxşı edir Murad.
İlk hissədə fərqlənə bilməsə də bu epizodlarda fərqləməyə çox meyilli bir oyunçudur. 6-3. Murad Hüseynov bu dəfə dirəkdən qayıdır. Bu dəfə bədəlli indirdi zərbəni müdafiələrdən qayıdır. Tuncay təzyiq göstərir. Tuncay Mahmudov! Tuncay Mahmudov bu dəfə rəqibin qapısından topu keçirən Tuncaydır. Coşub bu dəqiqələrdə Neftçi komandası. Murad uçurmasını etdi Tuncay'a ama Tuncay indi biraz ilerisine düşür top. Top Vətən komandasında qalır. Burada qaydanı pozub Tuncay Mahmudov rəqibinə qarşı. Və indi Vətən komandası cərimə zərbəsini yerinə yetirəcək. Əvəz etmə görürük. Murad Hüseynov oyunun ən yaxşılarından biridir. Onun yerinə Riyad Eydarov oyuna daxil oldu. Bu zərbə effektsiz alınır və qaptan zərbə ilə Neftçi komandası topu oyuna daxil edəcək. Yaxşı keçdi Firdovsi rəqibini sağdan ötürməsini etdi Arda Qasımov istiqamətinə. İtirmə sürətli alınır və top qapı xəttini tərk etdi. Murat, biri dönməsin, yaxın, arxasında. Murat, yaxın, Arda yaxın. Eşittim ben seni. Ortadan başla. Geç ortadan başla. Hey! Orada anlatma. 1-2 Abbas. Sağa yüz geçet. 1-2. 1-2. Abbas. Sonra bizdə. Ötürmə amma qeyridə qalındı. Müvansız alındı və Neftçi komandası bu dəfə 1-2 Abbas'ına. qaptan zərbə ilə top oyuna daxil edəcək. Firdovsi Quliyev. Solcan ötürmə Riyada amma çatmadı top Riyada. Vətən komandasının oyunçulara imkan vermədi. Qapıya zərbə gəlir, Firdovsi qarşılayır. Zərbən yenə zərbə gəlir və hesab fərqi azalır 7-4. Mərkəzdən top oyuna daxil edildi. Firdovsi Quliyev topladı. Firdovsi sağına atıb solundan keçdi. Arda Qasımov sağdan atadı Arda. Ardan irələnməsinə imkan vermədilər. Top içi gəldi Vətən Neftçi komandasında. Amma bu hücumdan əli boş qayıdır Vətən komandası. Düz atsın, Riyad. Haydi ya. Topu yere koysun sonra. Riyad. Zərbəyə imkan vermədi Murad Hüseynov. Öz səhvini ortaladı. Murat, dayan Murat. Rəqibə təzyiq göstərdi. Yaxşı zərbə endirməyinə imkan vermədi. Git, üstüne, git. Murad. Arda Qasımov istiqamətinə Arda. Topu ram etməkdə çətinlik yaşadı. Biraz sürətli ötürməkdir. O meydanı tərk etdi. Alt yeni yetirdi Bartol. Yusuf'da da top. Yusuf yerdə qalır və Yusuf Məmmədəliyevə qarşı qayda pozulub. Murad Hüseynov var topun arxasında. Hakimov səsləndi. Murad bir başqa qapıya zərbə Muraddan. Amma zərbə qeyri-təyə qalınır. Qabağına aferin. Riyad, qabağına. Ama desisine. Yusuf'un təzyiq var idi. Onu dəyən top direkdən qayıtdı və alta yollanır. Altdan topu oyuna daxil edəcək Vətən komandası. Başladı da. Uzun ötürmə gəlir. Arda Qasımov ötürməni qarşı çəkilir. Yusuf zərbə endirmə imkan vermədilər. Top Murad Hüseynovda qalır. Murad meydətdə sağdına ha. Sübəsinin qarşısı kəsilir. Blok gəlir. Yusuf Məmmədəliyev qaydanı pozur rəqibinə qarşı. Sonra da girsin. Biri kapı bastı. Riyad. Onu çıkar. Kapı Murat. Aslansınız Akif'e. Yusuf'cu. Zərmə zərbəsi yerinə yetirildi. Və burada yenə qayda pozulub.
Bu dəfə Arda Qasımov qaydanı pozub rəqibinə qarşı. Dərhal yeni yetirməyə çalışır. Zərbə zərbəsini qapıya zərbə gəlir Riyad Eytarov. Bu zərbənin qarşısı kəsib blok qoyub imkan vermədi topun qapıya getməsinə və yenə qayda pozulub. Arda Qasımov qaydanı pozub. Qapıya zərbə Muraddan. Blok gəldi. Murat Hüseynov fərqin azalmasına imkan vermədi. Yusuf dönməyə imkan vermədilər Yusufa. Arda Qasımov da qaldı toparda. Topu itirdi və qaydanı da pozdu Arda Qasımov. Yenidən cərimə zərbəsini yerinə yetirəcək Vətən komandası. Qapıya doğru zərbə, Riyaddan blok gəldi və korner. Riska. Çömeli Arda düz bak. Murad Bədəlli oyundadır. Komandasının 10 nömrəsi və top tora qovuşur. 7-5. İki topu enir fərq. Mərkəzdən Murad Bədəlli topu oyuna daxil etdi. Adaşına ötürdü Murad Hüseynov. Murad irəliyir sağ cinahda. Sürməsi keçmədi, out. Tuncay Mahmudov var topun arxasında. Auto özü yeni yetirəcək Tuncay. Altı yeni yetirdi Riyad Heydar istiqamətinə. Riyad dönməyə çalışır. İkili təzyiq var idi. Top yeni Riyadda qalır. Sol cinah ötürməsi Murad Bədəlli. Murad ayaq saxladı, rəqibini keçməyə çalışdı amma bu mümkün olmadı. Riyaddan müdaxilə və korner. Korneri yerinə yetirir indi Vətən komandası. Qapıya zərbə gəlir. Murad Hüseynov qarşılayır bu zərbəni. Qapıya zərbə qeyridə qalınır və hakimin final fikri səslənir. Maç başa çatır Neftçi komandası. Vətən komandası üzərində qələbə qazanan 7-5 üstünlüklə qələbə qazanan Neftçi komandası. Hər iki komandaya da bu mübarizəyə görə təşəkkür edirik. Bu sezonun son maçı idi. Növbəti sezonda hər bir komandaya, hər bir oyunculara uğurlar arzulayırıq. Biz də röportajımızı burada yekunlaşdırırıq. Növbəti sezonda, növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.